Cahilliyi üzür Bismillah. görməyənləri xavaric adlandırmaq olar yoxsa yox? Qardaşım, bax biz hər dəfə deyirik. Hər dəfə ki, bu məsələnin xariciliyi ilə əlaqəsi yoxdur. Yaxud böyük şirkdə cahilliyi üzür görmək murciəliyi ilə əlaqəsi yoxdur. Eyni çevir namaza. Namaz qılmayan kafir saymaqla xariciliyin, xavaric firqəsinin, əqidəsinin əlaqəsi var yoxsa yox? Yəni ki, sən deyəsən ki, namaz qılmayanı nə sayırsan, qardaş deyir, mən kafir sayıram, xavaricdir, uzaq deyənim. Əlaqə yoxdur. Nə yaxından, nə uzaqdan ola da bilməz. Çevir, namaz qılmayan nə görürsən? Müsəlman, murciədir. Deyir, namaz qılmayan müsəlmandır. Murciəli ilə, ircalıqla heç bir rabitəsi yoxdur, vallahi. Əgər olsaydı, sən labüddür deməliydin ki, ümmətdə namaz qılmayan müsəlman görən alimlər murciədirlər. Deməliydin də, çünki əlaqəsi var axı. Budur. Və sən bunu deyə bilmirsən. Deyirsənsə, xəta edirsən. Batıl əqidədir. Xaricilikdir bu. Çünki xavariclər deyirlər bunu. Yəni, mən demək istədiyim nədir sözümüz anı? Əhl-i sünnədə yoxdur bu. Bizdə yoxdur bu. Əhl-i sünnənin mənhəcində, qaydalarda, üsulda, təhsildə belə şey yoxdur yəni. Məsələ nədir? Fiqhidir, düzdür? Fiqhi məsələdir və ictihadidir. Yox. İxtilafdır. Bu, mən hər dəfə deyirəm, çox önəmlidir. Bu ixtilaf əhl-i sünnə dairəsinin içində olan ixtilafdır. Bir dairə çək, bu dairə əhl-i sünnə dairəsidir. İçərisində, yəni özləri arasında azdır belə ixtilaflar. Nə qədər fiqh ixtilaflar var. Bəzi fəqihlər deyib belə, bəzi fəqihlər deyib belə, bəzi dairə arasında olan ixtilafdır. Bir də var ki, dairədən xaric tayfalar arasında olan ixtilafdır. Əhl-i sünnədən xaric olan digər firqələrlə əhl-i sünnə arasında olan ixtilafdır. Başda ala bildim, bu çox önəmlidir. Əhl-i sünnə ilə əşarilər arasında ixtilaf var. Böyük ixtilafdır. Sifətlər mövzusunda. Murciələrlə əhl-i sünnə arasında iman mövzusunda ixtilaf var. Böyük ixtilafdır. Başda ala bildim? Bu çox önəmlidir axı. Əhl-i sünnə ilə digər firqələr arasında olan ixtilaf var. Bu ixtilafa görə buğz etmək, ikrah etmək, təbdi etmək, təhzir etmək, uzaq dayanmaq, onlar icazəlidir. Çünki sən bizimlə onlar arasında olan ixtilafdır. Müvafiq olsan təbdi edəcəm səni. Təhzir edəcəm səndən. Çünki onlarla bizim aramızda olan ixtilafdır. Rafizilərlə bizim aramızda ixtilaf var. Məhtudilərlə, sufilərlə bizim aramızda ixtilaf var. Xavariclərlə bizim aramızda ixtilaf var. Hakimiyyə mövzusunda digər böyük günah sahibi təkfir olunmur. Bu, onlarla bizim aramızdadır. Bir də var ki, xilaf bizim dairədədir. Vallahi, namazın tərkində olan xilaf, müsəlman deyirsə kafir. Əhl-i sünnə dairəsi arasında olan xilafdır. Bir xilaf ki, əhl-i sünnə dairəsi arasındadır, orada şiddət göstərmək, qarşı tərəfi təbdi etmək olmaz. Çünki dairədədir. Uzağı nə demək icazəlidir? Nə demək icazəlidir? Mən bu görüşdəyəm. Sənin görüşün səhvdir. Namaz qılmayan təkfir edirsən, namaz qılmayanları, müsəlman sayanlar səhv görüşdədirlər. Uzağı budur. Vallahi uzağı budur. Uzağı yəni, uzağı. Xəta edirsən. Şeyx İbn Baz, Şeyx İbn Hüseymin kafir sayıblar. Deyiblər, Albani xəta edib. Bəs və salam. Dairədən çıxdı, xəta etdiyi üçün, yəni əhl-i sünnə dairəsində. Yox, çünki dairənin içərisində olan ixtilafdırsa, dairədən çıxmır. Bu çox önəmlidir. İndi bu, çevir bunu cahilliyin
böyük şirkdə cahilliyin üzrü olmasına. Məsələ ixtilaflıdır. Məsələn, Şeyx İbn Hüseymin rahimehullah deyir ki, məsələ ixtilaflıdır. Səhih odur ki, cahillik üzürdür və heç bir kəs dəlil gətirə bilməz ki, cahillik üzür deyil. Bir ədəd dəlil yoxdur. Amma ixtilafı deyir. Hətta deyir ki, vallahi min cinsil ixtilaf, hansı ixtilafın cinsindən sayır? Fi məsail-i fiqhiyyə. Fiqhi məsələlərin cinsində olan ixtilaf yoxdur. O ixtilafdandır deyir. Və Kəşf-ü Şübuhət kitabının şərhində 20 səhifədən çox nəqillər zikr edir ki, cahillik üzürlüdür və deyir ki, bu rəy, böyük şirkdə cahillik üzürlüdür. İbn Teymiyyənin və Muhammed İbn Abdülvahhabın rəyidir deyir. Bu ixtilafı, qardaşım, Şeyx Muhammed Əmən Əl-Cami, rahiməhullah, Allah rəhmət eləsin, Əs-İlətül Kuveytiyyədə deyir. Şeyx Abdülmuhsin Abbad deyir, Şurut-u Salat kitabının şərhində. Bunu Şeyx Muqbil deyir, Şeyx İbn Baz deyir. İxtilafı. Bu ixtilafı dedinsə, varsa, mövcuddursa, cumhur deyir ki, üzürlüdür. Kimsə üzürlü görmürsə, böyük şirkdə cahilliyi, sən ona xarici də müqayisə vura bilməzsən. Qətiyyən. Eləcə də o tərəf görməyən tərəfə irca damğası vura bilməz, murci deyə bilməz. Amma biz bunu şahid oluruq indi. Məsələn, biz deyirik ki, cahillik üzürlüdür böyük şirkdə, dəlillər filan bu kimi şeylər, bunlar murciələrdir deyir. Biz buna razılaşmırıq. Biz deyirik ki, tələzum yoxdur. Aralarında lazımlıq yoxdur yəni. Səhv gəlmisən. Başqa şeylər olsaydı, burada yoxdur lazımlıq. Görmürsənsə xaricisən, murciyəsən, görürsənsə xaricisən. Və yaxud əksi. Ona görə məsələni düzgün yerinə qoymaq lazımdır. Hətta düzgün başa düşülsün. Haqqını verəndə rahatdır. Haqqını verməyəndə problemlər çıxır ortalığa.